Mən hara qədər görsənirəm? Axıra Siz qədər. bura qədər. Hə, tamam. Dramaturq üçün ən çətin olan şey hadisəni qurmaq deyil, motiv açmaqdır. Bu gün cəmiyyətdə motivləri anlamaq daha çətindir, yoxsa asan? Maraqlı sualdır. Mənə elə gəlir ki, artıq müasir dünya, bu təkcə Azərbaycan cəmiyyətindən, yəni burada təkcə Azərbaycan cəmiyyətindən söhbət getmir. Ümumiyyətlə dünya mənzərəsi bu cürdür ki, müasir dünya çox unikal dramaturgiyalar qurmaqla məşğuldur və hətta məsələn əgər müasir dünyanın əsas iri planda göstəricisi sosial şəbəkələrdirsə, hətta mən belə bir mütəxəssis kimi bunları müşahidə edib fikirləşirəm ki, heç bir dramaturq beyni çağdaş dünyanın mənzərəsini yəqin ki, yarada bilməzdi. Məsələn, əgər dünyanın ən böyük dramaturqu Shakespeare-dirsə, bugün dünyanın həm siyasi deyək ki, arenasında, həm iqtisadi, həm dünyanın inkişaf ritmi, həm insanların xarakterinin necə dəyişilməsi, bütün bunların hamısını Shakespeare mənə elə gəlir ki, müşahidə edib çox belə ciddi sarsıntılar keçirmiş olardı. Ona görə də çağdaş zamanın özünün bir motivləri var ki, heç sənətkar o motivlərin, o sürətin ardınca çatdırmağa hələ çalışmalıdır. Və bu mənada çətin və asan deyə bölgü bəlkə də tam deyil, axıra qədər deyil. Bu insanın qəbul etmə, qavrama səviyyəsinə asılı olaraq həm çətin, həm də asan. Güclü estetikası olan, amma etik olaraq narahat edən bir əsər qəbul edilə bilərmi? Bu sərhədi kim müəyyən etməlidir? Müəllif, tamaşaçı, yoxsa zaman? Mənə elə gəlir ki, bu mənim sözüm deyil, bu əbədi bir yanaşmadır. Nə yazmaq yox, necə yazmaq önəmlidir. İstənilən sizin söylədiyiniz kimi etik yaxud da qeyri-etik qəbul oluna biləcək mövzunu hər iki cəhətdən yazmaq olar. Elə cəhətdən yazmaq olar ki, bu çox ucuz, duzsuz bir təqdimat olar və oxucu bunu oxuyub, ekranda baxıb, səhnədə seyr edib, narahatlıq keçirər. Elə də ola bilər ki, ən qəliz mövzu, ən deyək ki, insanların hətta özünün belə özünə etiraf edə bilməyəcəyi problemi sənətkar yazar və bu həm zamanın sınağından çıxar, həm də oxucunun estetik zövqünü oxşayar. Və bu mənada mənim ən sevdiyim nümunə Vladimir Nabokovun Lalita əsəridir. Bir anlıq əsərin anotasiyasını oxusaq, yəni nə haqqında olduğuna nəzər salsaq, ilk növbədə dərhal insanda bir diskomfort yaranır. Çünki bu əbədi bir və bəlkə də dünya üçün, insanlıq üçün ən qəddar problemlərdən birinə həsr olunub. Uşaqlara təcavüz, uşaqların istismarı və s. yəni ən yumuşaq şəkildə desək. Amma Nabokov bu əsəri ilə yazıb ki, bu həqiqətən də sənət əsəri olub və məsələn, mənim öz təcrübəmdə ilk illərdə, ilk dəfə əsəri əlimə alanda təxminən bir 15-20-ci səhifəsindən sonra mən onu oxuya bilməmişdim. Çox ciddi bir sarsıntı keçirmişdim və kitabı kənara qoymuşdum. Amma mənim bir zaman keçəndən sonra üstəgəl mən artıq hazırlıqlı oxucu olandan sonra, müəyyən məsələləri özüm üçün dəqiqləşdirəndən sonra, sənət kriteriyalarım formalaşandan sonra əsərə yenidən qayıtdım və Nabokovun ustalığına sadəcə heyran qaldım. Sizcə bugün cəmiyyətdə hansı dəyər ən sürətli şəkildə aşınır və bu aşınmanın kökünə nə dayanır? Sürətli şəkildə aşınır. Mən bu qədər, necə deyim, pessimist yanaşmazdım və hansısa deyək ki, yaşlı və çox yaşlı və hətta yaşlı deməzdim, çox vaxt cavanların deyingən deyə düşündüyü bir nəslin indiki cavanlar ifadəsi ilə başlayan cümlələri var ki, mən onların tam da tərəfdarı deyiləm. Mənə elə gəlir ki, bütün zamanlarda, bütün dövrlərdə bu cür şikayət motivli məsələlər var idi, olub və həmişə də olacaq. Məsələn, mən yazılarından birində Sokratın bir deməli şikayətini paylaşmışdım, yazının içərisində sitat gətirmişdim Sokratdan ki, o deyir ki, məsələn, indiki gənclər böyüklərə hörmət eləmir,
yeməyi çox yeyirlər, sanki yəni görməmişdilər və s. Və bunu mən oxuyanda mənə bir anlıq elə gəldi ki, yəni eradan əvvəl, yəni hər zaman yeni gələn nəsillər dəyişdikcə, köhnə nəsillər onlara yeni gələn nəsillər pozulub, biz belə deyildik deyə yanaşırlar. Baxın, eradan əvvəldən səninlə bu problem var imiş və bütün nəsillər üçün bu keçərliymiş. O mənada mən aşınma mövzusunu sona qədər qəbul etməsəm də, gördüyüm problemlər heç şübhəsiz ki var. Burada da ən başlıca məsələ, mən hal-hazırda bir piyes üzərində işləyirəm və orada bu məsələni əsas aparıcı mövzulardan biri kimi götürmüşəm ki, insan duyğularının artıq bir, necə sizə deyim, meydan tamaşasına çevrilməsi. Bu məni hədsiz dərəcədə çox üzür. İnsanlar artıq bütün həyatlarını sosial şəbəkə vasitəsilə nümayişə çıxardıblar və bu sanki hər kəs şöhrət iddiası ilə, tanınmaq arzusu ilə bu duyğuların bir təqdimatına ehtiyac görürlər və bu mənada bunlar da bu cür baş verincə heç şübhəsiz ki, gerçək duyğular, gerçək insan münasibətləri korşalır, azalır, mənasızlaşır. Məncə bu həqiqətən də ciddi problemdir və mən dramaturg kimi buna münasibət bildirəcəm. Empatiyanın zəifləməsi cəmiyyət üçün hansı sahələrdə daha real təhlükə yaradır? Məncə bütün sahələrdə və bu yaxınlarda mən ziyalılıq haqqında maraqlı bir yazıya rast gəlmişdim. Araşdırma yazısıydı. Rusiyalı bir psixoloqun araşdırma yazısıydı ki, ümumiyyətlə nədir ziyalılıq və ziyalılıq deməli niyə lazımdır cəmiyyət üçün və o ziyalılığın tələbləri içərisində bəlkə birinci üçlükdə, birinci beşlikdə olan başlıca duyğulardan biri empati duyğusuydu. Niyə görə? Çünki insan bu duyğu bütün münasibətlər sistemini tənzimləyir əslində. İnsan bir anlıq özünü başqasının yerinə qoyursa, onun kədərini, dərdini, problemini öz kədəri kimi qəbul edə bilirsə, yaxud ona yaşatdığı hansısa acını öz acısı kimi qəbul edib başqa cür daha səliqəli, daha korrekt, daha məsafəli davranırsa, daha tərbiyəli, bu başlıca tələbdir mənim düşüncəmdə. Belə davranırsa, o zaman artıq sistem öz-özünə nizama düşür. Və bu mənada söylədiyiniz kimi empatiya duyğusunun sıradan çıxması, zəifləməsi, yaxud da insanların belə dəhşətli bir acgözlüklə əslində başqasına acımaq, onu anlamaq yox, onu qınamaq, onu ittiham etmək, onun dərdindən, kədərindən öz egosunu təmin etmək halına gəlib çatıb müasir cəmiyyət. Bax, bu məncə bütün münasibətlər sistemi üçün acınacaqlı bir haldır. Reallıq insanın yaşadığı şeydir, yoxsa qurduğu? Məncə hər ikisi bir-birini əvəz edir və siz ona fikir versəniz görərsiniz ki, insanın artıq bütün bu müasir sosiologiya, coach sistemi, insanları yaşamağa həvəsləndirən motivasiya sistemləri və s. onlar hamısı müasir insana xəyalla, reallıq, fantaziyalarla, gerçəklik arasında yaşamağı təlqin edirlər. Çünki insan axıra qədər reallığı tam qəbul etsə və onun dərinlərinə varsa, yaşamaq istəməyəcək. İnsan mütləq nəyəsə inanmalıdır. O reallığın içərisində özünə lazım olan, özünün inandığı bir gerçəkliyi də özü üçün qurmalıdır. Və bu təkcə əslində artıq yaradıcı adama xas keyfiyyət deyil. Əgər məsələn ədəbiyyatın da başqa sənət sahələrində ilkin yarandığı dövrlərdə insanlar daha çox sadəcə bir Tanrı verdiyi istedadı, vəhi, ilhamı hiss edib bu işlə məşğul olurdularsa, artıq müasir coach, psixologiya, sosiologiya sistemi adi sıradan, yəni də ki, başqa peşələrlə məşğul olan adamlara da bunu təlqin edirlər ki, özün üçün bir xəyal dünyası qur və reallıqla o xəyal dünyasının arasında ol. Bəs bu özünü aldatmaq deyil? Xeyr, qətiyyən, bu özünü aldatmaq deyil. Çünki artıq mən təbii ki, mütəxəssis deyiləm və bunun, necə deyim,
dərin köklərini təhlil etmə niyyətində deyiləm. Bu özünü aldatmaq deyil. Özünü aldatmaq o zaman olur ki, insan reallığı tam inkar edir. Məsələn, bütün hər kəs görür ki, sənin seçdiyin adam qəbul etdiyin, qavradığın adam deyil əslində, amma insana onu anlamaq üçün hansı bir zaman lazım olur. Özünü aldatmaq o yerdə olur. Bəli, insan reallığı tam inkar edir. Amma eyni zamanda arzulamaq, gözləmək, özü üçün hansısa bir mikro mühit qurub onun içərisində yaşamaq, o mühitin içərisindən çıxmaq, reallığın içində var olmaq, ətrafı müşahidə edib yenidən öz qabına çəkilmək, bu sadəcə yaşamaq uğrunda mübarizədir. Sizcə nəsillər arasındakı ən böyük uçurum texnologiya, tempo, yoxsa dəyərlərdir? Hər üçün. Texnologiya yeni gələn nəsillər üçün nə qədər əlçatandırsa, asandırsa, tez onu qavrayıb qəbul edirlərsə və o texnoloji imkanların yaratdığı dünyanın içərisində çox komfortlu özlərini hiss edirlərsə, yaşlı nəsil üçün bu çətindir, qəbul olunmazdır. O deyək ki, gerçək insan ünsiyyəti ilə tərbiyə olunmuş, böyümüş və hətta bəlkə də deyək ki, çətin illərdən keçərək bunların acılığını çəkmiş adamlar üçün bu məsafədən ünsiyyətlər, o sosiallığın içərisində olmaq və s. bunları qəbul etmək çox qəlizdir. Eyni zamanda da dəyərlər dediyiniz bir sistem var ki, yaşlı nəslin dəyərlər sistemi tam başqadır və yeni gələn nəsillər üçün bu dəyərlər sistemini də qəbul etmək, onlarla barışmaq çətindir. Ona görə də uçurumlar yaranır və ya yaranmaqdadır, təbii ki. Mən düşünürəm ki, insan çox vaxt özünü kim olduğunu müəyyən etməklə deyil, kim olmadığını müəyyən etməklə tapır. Sizcə kimlik daha çox özünü vurğulamaqdır, yoxsa özünü məhdudlaşdırmaq? Kimlik daha çox, əslində verdiyiniz sualı yaradıcılığa deməli, yönləndirib bir cavabı deyib, sonra sizin sualınıza qayıda bilərəm. Mən hər zaman bir şey deyirəm ki, yazıcı nəyi yazmaqdan daha çox, nəyi yazmamağı bilməlidir. Yazıcı yazmaqdan daha çox pozmağı, redaktə etməyi bilməlidir. Məsələn, bəzən hansı bir əsəri oxuyursan və görürsən ki, bunun içərisində çox gözəl bir alt qatında çox gözəl bir ideya var, çox mənalı bir xətt var, amma bu xətti və o dəyərli, dərin ideyanı yazıcı bolluğun, fikir, söz, hadisə bolluğun içərisində itirib. Və mən belə bir redaktor gözlə buna baxıb deyirəm, kaş ki, bu yazıcının yaxşı bir redaktoru olaydı və həmin bu fikri, bu ideyanı daha qısa, daha korrekt, daha səliqəli bir formada oxucuya təqdim edəydi. Eyni şəkildə şəxsiyyətin də təqdimatında mən bu fərqləri görürəm. Bəzən, məsələn, sadəcə insanın özünü ifadə etməsi üçün hansısa bir yerdə susmaq bacarığı onun uzun-uzun danışığından daha faydalı, daha effektiv ola bilər. Yaxud da bəzən çox dərin bir intellekti olan adamda ölçü hissi olmadığı üçün o dərin intellektini elə ağır formalarda təqdim edir ki, qarşısındakı adam ona qulaq asmaq istəmir. Və bu mənada mənə elə gəlir ki, balans və ölçü hissi, hər dediyiniz, deyək ki, o təsnifatların hər ikisinə aiddir ki, balans və ölçü hissi çox vacibdir. İnsanın həm özünü dərk etməsi, həm də özünü dərkdə, özünü axtarışda bir ölçü hissini gözləməsi. Və eyni zamanda da mənim müəllim kimi müasir gənclərdə müşahidə etdiyim bir qəribəlik nədir? İnsan özünü dünyanın mərkəzinə qoyur və bütün öyrəndiklərində, bütün oxuduqlarında bu nə dərəcədə mənəm deyə, bu nə dərəcədə məni ifadə edir deyə bir axtarışda göstərir özünü. Mənə elə gəlir ki, müəyyən bir yerdə insan əksinə özünü iri plandan çıxartmalıdır, dünya ilə maraqlanmalıdır. Əks halda, yəni, bu çox mənasız və maraqsız adama çevrilir. Az öncə vurğuladınız ki, yazıcı nəyi yazmalı olduğundan daha çox nəyi yazmamalı olduğunu bilməlidir. Sizcə keyfiyyətli əsər deyəndə nə nəzərdə tutulur?
Keyfiyyətli əsər deyəndə sənəd kriteriyaları var ki, mən təbii ki, onlar haqqında sizə danışmağa başlasam, mən müəlliməm, öyrəşmişəm 90 dəqiqə mühazirə deməyə. Mən indi başlasam onlar haqqında sizə danışmağa minimum 90 dəqiqə danışmalıyam. Amma qısaca olaraq onu demək istəyirəm ki, birinci növbədə zamanla ayaqlaşmaq və zamanla hansı əsər klassika hesab olunur? Məsələn, bu sual heç sizdə yaranıb mı? Niyə görə eyni dövrdə, eyni əsrdə yaşayan nə qədər sənətkarlar var ki, onların yaradıcılığı tarixdə qalmayıb, klassikaya çevrilməyib, unudulub, itib, gedib. Amma hansısa birinin yaratdıqları isə klassika statusuna ucala bilib, itməyib, azalmayıb. Niyə? Ona görə ki, bax, bir neçə şərtlər var ki, o şərtlərə cavab verən əsər yaxud da sənətkar həm zamana tabe olunur və zamanın sınağından çıxır, həm nəsil-nəsil, yeni nəsil oxucuların düşüncəsində bir yer alır. Bu ilk növbədə bəşəriyyət üçün aktual mövzuya toxunmaqdır. Bəşəriyyət üçün, zaman üçün, təkcə bir ortam, toplum, bir məhəllə, bir qəsəbə, bir yer, bir şəhər, bir ölkə üçün yox, bütün zamanlar üçün aktual ola biləcək, bütün məkanlar üçün aktual ola biləcək mövzuya toxunmaqdır. İkinci növbədə sənət kriteriyaları var ki, heç şübhəsiz ki, sənət kriteriyaları çox vacibdir. Yəni, hər bir insan bəlkə də gedib yaxşı kitablar oxuyub, çox maraqlı danışa bilər. Amma onun danışdığını olduğu kimi götürək yazaq, o ədəbiyyatdırmı? Əlbəttə ki, xeyr. Ədəbiyyatın öz tələbləri var ki, və bu tələblərin əsasında ilk növbədə dil dayanır, dili gözəl bilmək, dilin zənginliyi, yazıçının dilinin o lüğət tərkibinin zənginliyi, özünü ifadə etmə orijinallığı, özündən əvvəlkiləri bilib onları davam etmə bacarığı, məharəti, yəni bunlar hamısı birləşir və sizin dediyiniz keyfiyyəti müəyyənləşdirir. Son sual olaraq vermək istəyirəm ki, sizcə insan həyatın dramaturgiyası necə bitməlidir ki, tamaşa yarımçıq qalmasın? Nə baş verir versin, bunu Tanrı artıq yazıb bizim əvəzimizə. Siz bilirsiniz onu ki, dramaturgiyanın 3 növü var. Dram əsərləri, komediyalar və faciələr. Hər üç növ insanın taleyindədir, insanın həyatındadır. İnsan hər zaman bir dramanın içərisindədir. Bu drama eyni zamanda da bir komediyadır. İnsanın həyatının çox belə qəribə, qəliz tərəfləri var ki, onlara gülməsək heç cür yaşaya bilməli. Və ən sonunda insan nə baş verir versin, nə olur olsun, hamı öləcək və insan faciə qəhrəmanıdır. Sonu ölümlə bitən əsərlər faciədir. Və insan faciədir. Hər bir şəxs, hər bir fərd faciə qəhrəmanıdır. Və bunu Tanrı bizim əvəzimizə unikal, gözəl, təkrarsız bir formada yazıb. Onu yazısınızı redaktör eləməyə ehtiyac yoxdur. Pəri xanım, çox sağ olun dəvətimizi qəbul edib iştirak etdiyiniz üçün. Sizinlə müsahibə qoymaq çox xoş idi bizim üçün. Mən sizə təşəkkür edirəm. Mən sizə qarşıdakı fəaliyyətinizdə uğurlar arzu edirəm. Mən hər zaman yeni bir işə imza atmağa çalışan, özünü inkişaf etdirməyə çalışan, yeni nələrsə etmək üçün çabaları göstərən gənclərə dəstək olmağa hazıram. Sizin də bu şövqünüz, işinizə bu sevginiz məni çox təsirləndirdi. Əminəm ki, bu yolda böyük uğurlar qazanacaqsınız. Bütün işlərinizdə müvəffəqiyyətlər sizə.